Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz informasiya və informasiya prosesləridir. İnformasiya, xəbər, məlumat və bilik deməkdir. İnformasiya, bu informatikada ilk mövzudur. Biz burada öyrənəcəyik informasiyanın növlərini, informasiyanın təqdim etmə formalarını, informasiyanın xassələrini, informasiya proseslərini. Yəni, birinci başlayaq informasiyanın növlərindən. İnformasiyanın 5 dənə növü var. Vizual, səs, qoxu, dad, taktil. Burada da qeyd eləmişəm. Vizual növü nə deməkdir? Vizual növü, yəni görməkdir. Yəni, biz gözümüz ilə görən zaman hansı informasiyalar alırıqsa, bunların hər biri vizual informasiyadır. Məsəl üçün, baxmaq və yaxud da görmək. Bunların hər biri vizual informasiyadır. Daha sonra isə səs informasiyası. Yadınızda saxlayın ki, vizual informasiyanı biz alırıq göz vasitəsilə. Səs informasiyası. Səs informasiyasını qulaq vasitəsilə alırıq. Yəni, eşitdiyimiz, dinlədiyimiz hər bir informasiyadan biz səs informasiyasını alırıq. Yəni, eşitmək, bunların feilləri kimi eşitmək, dinləmək, və daha çoxu misal göstərə bilərik. Demək, səs informasiyasını biz aldıq qulaq vasitəsilə. Daha sonra isə dad informasiyasını. Dad informasiyasını biz dil vasitəsilə alırıq. Bu nə deməkdir? Yəni, biz hər hansı bir qidanı yeyən zaman, nəyəsə dadına baxan zaman biz ondan dad informasiyası alırıq. Məsəl üçün, nəyəsə dadmaq, hər hansı bir qidanı dadmaq. Buradan dad informasiyasını alırıq. Dad informasiyasını da alırıq dil vasitəsilə. Məsələn, buna misal göstərə bilərik ki, tutaq ki, biz bibərin acı və şirin olduğunu dad informasiyası ilə alırıq və yaxud da çayın şirin və yaxud da şirin olmamasını dad informasiyası vasitəsilə alırıq və yaxud da hər hansı yediyimiz yeməyin dadlı və dadsız olduğunu, duzlu və duzsuz olduğunu, bunların hər birini dad informasiyası ilə alırıq. Növbəti informasiya növü isə qoxu informasiyasıdır. Qoxu informasiyasını biz burun vasitəsilə alırıq. Bunlara misal olaraq feillər göstərə bilərik. İyləmək, daha sonra qoxlamaq, Demək, qoxu informasiyasını da alırıq burun vasitəsilə. Taktil nə deməkdir? Taktil toxunmaq deməkdir. Yəni, biz hər hansı bir əşyaya toxunan zaman biz həmin əşyadan taktil informasiya alırıq. Taktil informasiyanı da alırıq dəri vasitəsindən. Demək, informasiyanın növləri vizual, səs, qoxu, taktildir, amma duyğu orqanlarımız isə göz, qulaq, dil, burun və dəridir. Bunu biraz da genişləndirək. Məsələn, biz isti və soyuğu taktil informasiyası bilirik və yaxud da qızılgülün tikanlı olduğunu taktil informasiyası ilə bilirik. Amma qızılgülün hansı rəngdə olduğunu isə vizual informasiya. Çünki qızılgülün rəngini biz görürük. Görmək vasitəsilə aldığımız informasiya nə idi? Vizual informasiyadır. Və yaxud da qızılgülün ətrini isə biz qoxu informasiyası ilə bilirik. Daha sonra biz kitab oxuyan zaman kitabdan hansı informasiyanı alırıq? Vizual informasiyanı alırıq. Kitaba toxunduğumuz zaman taktil informasiyasını alırıq. Kitabı qoxuladığımız zaman, məsələn, köhnə kitabların özünə məxsus bir qoxusu olur. O özünə məxsus o köhnə kitab qoxusunu biz nə ilə alırıq? Bunu qoxu informasiyası ilə alırıq. Və yaxud da uzaqdan gələn bir maşını biz hansı informasiya növü ilə bilə bilərik? Uzaqdan gələn maşının həm səsini eşidə bilərik, yəni səs informasiyası alarıq və yaxud da onun səsini eşidə bilərik. Bu zaman səs informasiyasını alırıq. Daha sonra əgər qaranlıqda maşın gəlirsə, məsələn, onun işıqlarını görə bilərik. Bu zaman da vizual informasiyasını alırıq. Taktil informasiya deyəndə yadınızda saxlayın ki, bütün bədən nəzərdə tutulur. Dəri deyəndə, məsələn, məktəb kitablarında əsasən burada 50 işarəsi göstərilir. Məsələn, ayağımıza tikan batması və yaxud da başımızı tutaq ki, divara dəyən zaman onun ağrını hiss etməyimiz, bunlar taktil informasiyası vasitəsilədir. İnsan ən çox informasiyanı alır vizual vasitəsilə. Məsələn, biz elə ortamda otururuq ki, danışmırıq, sakit. Məsələn, şagird dərsdən yenir, müəllimi dinləyən zaman, müəllim dərs izah edən zaman sakitcə dayanıb, oturub müəllimi izləyir.
O əgər müəllimin hərəkətlərinə, müəllimə baxırsa, müəllimin yazdıqlarına baxırsa, bu zaman o alır vizual informasiyası. Amma müəllimin izahını eşidirsə, qulaq asırsa, bu zaman isə səs informasiyasıdır. Hal-hazırda siz bu videoya baxanda həm vizual informasiyası alırsınız, həm də səs informasiyası alırsınız. Çünki həm görürsünüz, həm də eşidirsiniz. Əgər siz səsi bağlasanız, o zaman vizual informasiyası olacaq. Yox, görüntüyə baxmam, təkcə qulaq asıramsa, bu zaman səs informasiyası alacaqsınız. Daha sonra informasiyanın təqdim edilmə formaları. İnformasiyanı da təqdim etmə formaları 5 dənədir. Mətn formasına təqdim edə bilərik, ədəd formasına təqdim edə bilərik, qrafik formada təqdim edə bilərik, səs formasına təqdim edə bilərik və video formasına təqdim edə bilərik. Bu nə deməkdir? Yəni bizdə hər hansı bir informasiya var. Yəni biz bildiyimiz bir informasiyanı qarşı tərəfə necə çatdıra bilərik? Hal-hazırda mən informasiyanı sizə hansı formada təqdim edirəm, yəni hansı formada sizə ötürürəm. Həm mətn formasında ötürürəm, çünki yazılar var, bu mətndir. Daha sonra burada nömrələmişəm, 1, 2, 3, 4. Bu nömrələr də nədir? Ədəd formasına təsvir etmə formasıdır. Daha sonra səsimi eşidirsiniz, səs formasındadır və video izləyirsiniz. Videoda izləyən zaman da video informasiyası alırıq. Mətn informasiyası deyəndə bura aiddir yazılar, mətnlər. Məsələn, qəzetlərdə informasiya əsasən mətn formasına təqdim olunur. Bir də qəzetdə başqa nə olur? Təkcə mətn olmur, orada şəkillər də olur. Şəkillər olanda da artıq olur qrafik təqdim edilmə forması. Məsələn, biz mesajlarımız mətn informasiyası növüdür. Azərbaycan dili ədəbiyyat dərsində ən çox biz informasiya hansı formada təqdim edirik? Mətn formasında və yaxud da yazılı imtahanda yazılı tapşırıqlar var da, o situasiyalar, yazılı tapşırıqlar biz hansı formada təqdim edirik? Mətn formasına təqdim edirik. Daha sonra var ədəd formasında. Ədəd formada təqdim etmə nədir? Yəni biz də olan informasiyanı biz yəni ədəd rəqəmlər vasitəsilə təqdim edirik. Məsələn, bizdən yaşımızı soruşsalar, biz yaşımızı ədəd formasına təqdim edirik. Amma adımızı soruşsanda biz adımızı məsələn yazılı şəkildə mətn formasına təqdim edə bilərik. Daha sonra məsələn adi bir şəxsiyyət vəsiqəsini nümunə kimi göstərsək, şəxsiyyət vəsiqəsində informasiya bunlardan hansı formada təqdim edilib? Şəxsiyyət vəsiqəsində bizim adımız, soyadımız, ata adımız, bizim haqqında məlumatlar var. Bu müəyyən qismi mətn formasına təqdim olunub. Daha sonra bizim fin kodumuzdadır, sonra şəxsiyyət vəsiqəsinin seriya nömrəsidir. Bunlarda isə informasiya ədəd formasında təqdim olunub. Və fin kodun içərisində həm mətn var, həm ədəd var. Çünki fin kodda həm rəqəm olur, həm də hərflərdən istifadə olunduğu üçün həm mətn formu, həm də ədəd formasını götürürük. Qrafik informasiya formasına təqdim edilmə deyəndə, qrafik deyəndə çox vaxt şəkil götürülür. Burada qrafik deyəndə təkcə şəkil aid deyil. Demək, qrafik təqdim etməyə aiddir şəkil. Yəni məndə olan informasiyanı qarşı tərəfə şəkil formasına təqdim edə bilərəm. Daha sonra sxem formasında da təqdim edə bilərəm. Cədvəl formasında da təqdim edə bilərəm. Və yaxud da xəritə formasında, diaqram formasında. Bunların hər biri qrafik təqdim etmədir. Məsəl üçün, belə nümunə gətirək, yol haqqında bir məlumat, tutaq ki, yolun sxemi və yaxud da Azərbaycanın xəritəsidir. Bunlar hər biri qrafik formada təqdim edilib. Məsələn, bizim şəkillərimiz hamısı qrafik təqdim etmədir. Dediyimiz kimi, şəxsiyyət vəsiqəsinin üzərində bizim şəklimiz də var. O, qrafik təsvir etmə formasıdır. Sxemi misal göstərə bilərik. Məsələn, metroda, stansiyalar arasında burada nə olur həmişə? Hansı stansiyaya gedən yol hardan gedir? Onun sxemi verilir də bizdə və stansiyaların adları yazılır sxem formasında. Bu sxem formasına, yəni qrafik təsvir etmədir. Cədvəl deyəndə, məsələn, riyaziyyatda çox istifadə edirik biz cədvəl formasına təqdim etməni. Məsələn, cədvəl formasında bizdə həmişə ibtidai sinifdə var idi. Tutaq ki, toplanan, burada da yazarıq toplanan, daha sonra da yazarıq cəm. Məsələn, 2, 3, burada yazarıq 5. Bu hansı formada təqdim etmədir? Bu, qrafik formada təqdim etmədir. Xəritələrdəki, məsələn, coğrafiya dərsində olan bütün xəritələr hər biri qrafik təsvir etmədir. Diaqramdakı hər hansı bir, məsələn, siniflər arasında ən yaxşı nəticə göstərəni müəyyən etmək üçün bunu ən yaxşı olar ki, biz diaqram formasına təqdim edə bilərik.
Məsələn, tutaq ki, biz hər hansı bir layihə hazırlamışıq, həmin layihəmizi təqdim etməliyik. Həmin layihəni mən mətn formada ancaq yazılı şəkildə təqdim edə bilərəm. Məsələn, biz CV yazırıq da, CV yazanda orada əsasən mətn formasında biz təqdim edirik və yaxud da ədəd forması, tutaq ki, riyaziyyatla bağlı hər hansı bir yarışa, olimpiyadaya qoşulmuşuq. Burada biz biliklərimizi hansı formada təqdim edirik? Əsasən ədəd formasında təqdim edirik. Və yaxud da rəsm müsabiqəsində orada iştirak edən işçilər, orada iştirak edən rəssamlar öz biliklərini, öz qabiliyyətlərini hansı formada təqdim edir? Qrafik formasında təqdim edir və yaxud da tutaq ki, muğam müsabiqəsinin seçiciləri müəyyən olunur. Yəni kimin gözəl səsi var, bunu hansı formada biz müəyyən edə bilərik? Yəni hansı formada mən özümü təqdim edə bilərəm münsiflərə? Səs formasında. Video formasında isə nədir? Hal-hazırda məsəl üçün mən informasiyanı, yəni bildiklərimi isə video formasına təqdim edirəm. Video formasında həm səs olur, həm də qrafik olur. Video formasında digər dördün hər birinin birləşməsidir, cəmləşməsidir. Onların hər biri orada öz yerini alır. Daha sonra informasiyanın xassələri. İnformasiyanın xassələri hansılardır? İnformasiyanın xassələri əslində çoxdur. Sadəcə olaraq bizə lazım olan hissələri tamlıq, adekvatlıq, aktuallıq, anlaşıqlıq, obyektivlik və etibarlıq xassəsidir. Bunlar nədir? Tamlıq xassəsi nədir? Tamlıq xassəsində deyir ki, əgər mən tutaq ki, əgər mən sizə dərsi, yəni bu mövzunu tam şəkildə sizə çatdıra bilmişəmsə, siz bunu dinləyib, testləri asanlıqla, heç bir əlavə bir vəsaitdən istifadə etmədən tam rahatlıqla işləyə bilirsinizsə və yazdığınız testlər doğru çıxırsa, demək mən sizə informasiyanı tam formada çatdırmışam. Tamlıq xassəsinə deyir ki, biz informasiyanı qarşı tərəfə elə ötürməliyik ki, həmin şəxs həmin informasiyanı tam şəkildə başa düşsün. Yəni onda sual yaranmasın, çaşqınlıq yaranmasın. Məsələn, misal göstərə bilərik ki, gələn həftə məktəbdə tədbir keçiriləcək. Bu informasiya tam deyil, bu informasiya natamamdır. Tam olmayan informasiya biz natamam informasiya deyirik, yəni yarımçıq informasiyadır. Çünki mən dedim ki, gələn həftə məktəbdə tədbir keçiriləcək. Bu gələn həftə deyəndə həftənin 7 günü var. Bu 7 gün hansında nəzərdə tutulub, hansı gündür, hansı saatdır, nə tədbiridir, bunlar haqqında heç bir haqda məlumat vermədiyim üçün bu artıq natamam informasiyadır, yəni tam informasiya deyil. Tam informasiyanın açar sözlərində deyir ki, tam informasiyanın miqdarı və çəkisi tam olmalıdır. Miqdarı və çəkisi. Miqdarı və çəkisi deyəndə nəyə nəzərdə tutur? Yəni, informasiya tam şəkildə verilməlidir. Dolğun şəkildə verilməlidir. Miqdarı və çəkisi verilməlidir. Daha sonra gəldik aktuallıq xassəsinə. Aktuallıq xassəsi nədir? Aktuallıq xassəsində deyir ki, informasiya cari zamana uyğun olmalıdır. Bunu belə yox, daha başqa cür yazsaq daha yaxşı olar. Aktuallıq xassəsini biz yaza bilərik ki, aktuallıq xassəsi hal-hazırda, cari zamanda baş verir. Cari nə deməkdir? Cari zaman hal-hazırda, yəni indi baş verir. Məsələn, bir dəqiqə, mənim dərs yazmağım cari zamandır, yəni hal-hazırda baş verir. Hal-hazırda, cari zamanda. Bu açar sözləri görürsünüzsə, demək aktuallıqdır. Aktuallıq xassəsi nədir? Məsələn, bu informasiya və informasiya prosesləri mövzusunu əgər siz bilmirsə, bu mövzu hər zaman sizin üçün aktual olacaq. Yəni, hər zaman siz düşünəcəksiniz ki, birdən testdə mənə gələr, düşər bu sual, mən bunu necə yazacağım, mən axı bunu bilmirəm axı. O, sizi hər zaman düşündürür, yəni o sizin üçün aktualdır, hələ siz o haqda maraqlanırsınız. Siz artıq bu mövzunu biləndən sonra, artıq bildiklərinizi tamlıq xassəsinə uyğun, tam şəkildə öyrəndikdən sonra artıq bu mövzu öz aktuallığını sizin üçün yitirəcək. Digər öyrənmədiyiniz artıq mövzular sizin üçün aktual olacaq. Və yaxud da havanın temperaturu aktualdır, amma aktualdır həmin günün üçün aktualdır. Tutaq ki, bugünün temperaturu bugün aktualdır, sabah aktual deyil. Hər gün haqqında olan hava proqnozu həmin gün üçün aktualdır. Ondan sonraki günlər üçün aktual deyil. Ondan sonraki günlər üçün öz günün hava proqnozu aktualdır. Və yaxud da məsəl üçün
abituriyentlər üçün aktual olan nədir? Məsələn, abituriyentlər üçün aktual olan hər zaman blok imtahanları, bu buraxılış imtahanları ki, görə necə yazacağıq, biz nə qədər bal toplayacağıq, hara qəbul olacağıq, necə olacaq. Yəni bu informasiyalar onlar üçün hər zaman aktualdır. Amma həmin informasiya aktuallığını nə vaxt itirəcək? İnşallah ki, qəbul olanda. İnşallah qəbul olacaqlar, artıq biləcəklər ki, hansı ixtisasa, hansı universitetdə qəbul olublar. O zaman artıq nə olacaq? Onlar üçün həmin o təlaş, abituriyentlik təlaşı onlar üçün artıq aktuallığını itirəcək. Gəldik adekvatlıq xassiyəsinə. Adekvatlıq xassiyəsində yadınızda saxlayın ki, məqsəd və vəzifə olmalıdır. Məqsəd və vəzifə olmalıdır. Bu nə deməkdir? Yəni deyir ki, biz hər hansısa bir işə başlayırıqsa, bizim məqsədimiz olmalıdır. Yəni məqsədsiz heç bir istəklərimizə gəlib çata bilmərik. Yəni məqsədə çatmaq üçün də bizim vəzifələrimiz olmalıdır. Məsələn, abituriyentin məqsədi nədir? Abituriyentin məqsədi tələbə olmaqdır, imtahanda yaxşı bal toplamaqdır. Onun məqsədidir. Amma onun vəzifəsi nədir? Onun vəzifəsi həmin o məqsədinə çatmaq üçün dərslərinə vaxtında hazır olmaq, verilən tapşırıqları yerinə yetirmək, verilən mövzuları tam şəkildə mənimsəməkdir. O onun məqsədidir. Məsələn, müəllimin məqsədi nədir? Müəllimin məqsədi şagirdə və yaxud da tələbələrinə həmin mövzunu tam şəkildə çatdırmaqdır. Bəs onun üçün vəzifəsi nədir? Onun vəzifəsi isə nə ola bilər? Məsələn, həmin mövzu ilə bağlı hər hansı bir təqdimat hazırlaya bilər və yaxud hər hansı bir şəkillərdən istifadə edə bilər, hər hansı bir təcrübədən istifadə edə bilər. Yəni ki, şagird üçün həmin mövzunu maraqlı etməlidir və tam şəkildə informasiyanı ona çatdırmalıdır. Bu məqsəd və vəzifədir. Modelləşdirmədə yadda saxlayın ki, modelləşdirmə mövzusunda modelin hazırlanması ancaq adekvatlıq xassiyəsinə uyğun olur. Niyə görə? Çünki biz hər hansı bir modeli hazırlayan zaman bizim məqsədimiz olmalıdır ki, tutaq ki, uşaq plastilindən hər hansı bir heyvan fiquru hazırlayır. Uşağın məqsədi nədir? Uşağın məqsədi həmin heyvan fiqurunu hazırlamaqdır. Amma vəzifəsi nədir? Həmin heyvanına oxşar rəngləri həmin plastilinlərdə seçməkdir. Sonra həmin o düzəldiyi fiquru, yəni həmin heyvana oxşatmaqdır. Yəni bu onun vəzifələridir. Daha sonra gəldik anlaşıqlıq xassiyəsinə. Anlaşıqlıq xassiyəsi nədir? Anlaşıqlıq xassiyəsi də deyir ki, biz informasiyanı qarşı tərəfə elə çatdırmalıyıq ki, qarşı tərəfdə heç bir başa düşülməyən şübhə qalmasın. Yəni bizim dediyimizi tam şəkildə anlatsın, başa düşsün. Məsələn, ola bilər ki, mən mövzunu sürətlə danışım. Mən sürətlə danışan zaman, tez-tez danışan zaman bunu dinləyən üçün ola bilər ki, bu anlaşıqlı deyil. Çünki o həmin sürətlə onu qəbul edə bilmir. Bu anlaşıqlı deyil. Və yaxud da riyaziyyatı yaxşı bilən bir uşaq misal verir, bir misalı daha qısa formada hesablayır, amma digər məsələn başqa bir uşaq həmin o hesablamaya baxıb o həlli başa düşməyə bilər. Niyə? Çünki o tam elə o dərəcə onda riyazi bilik o dərəcə inkişaf etmədiyi üçün onu hələ tam başa düşmür. Yəni bu anlaşıqlı deyil. Və yaxud da hər hansı bir bilmədiyimiz hər hansı bir dildə olan məlumatlar, mətnlər, yazılar, bunlar hər biri biz üçün anlaşıqlı deyil. Yəni anlaşıqlı xassiyədə biz informasiyanı tam şəkildə başa düşməliyik. Anlaşıqda yadda saxlayın ki, başa düşməkdir burada. Başa düşmək və yaxud da ona aydın olması. Təsəvvür edin ki, siz içəri şəhərdə gəzən zaman bir Yaponiyadan olan hər hansı bir turistlə rastlaşırsınız və o sizdən tutaq ki, yol soruşur. Amma siz onun dedikləri sizin üçün anlaşıqlı deyil, nə də sizin dediyiniz onun üçün anlaşıqlı deyil. Çünki hər biriniz fərqli dillərdə, yəni siz Azərbaycan dilində, o da öz Yapon dilində danışdığı üçün bir-birinizə başa düşmədiyiniz üçün artıq anlaşıqlı informasiya olmayacaq. Gəldik obyektivlik xassiyəsinə. Obyektivlik xassiyəsində deyir ki, verilən informasiya gerçəkliyə uyğun olmalıdır. Deyir, informasiya gerçəkliyə uyğun olmalıdır. Gerçəkliyə uyğun olmalıdır. Bax, bu nə deməkdir? Gerçəkliyə uyğun olmalıdır deyəndə, yəni biz informasiyanı elə deməliyik ki, daha orada mənim şəxsi fikrim olmasın. Məsələn, obyektiv olmayan informasiya subyektiv informasiyadır. Subyektiv informasiya şəxsi fikirdir. Məsələn, mən deyirəm ki, informatika çox asan fəndir. Bu subyektiv fikirdir.
mən bildiyimə görə mənim üçün asandır. Amma informatikanı bilməyən bir şəxsin və yaxud da 3-cü qrupa, başqa bir qrupa hazırlaşan bir uşaq üçün informatika nədir? İnformatika təbii ki, çətindir. Yəni bu subyektivdir. Obyektivdə biz necə deyə bilərik? Məsələn, deyirəm ki, hava istidir. Bu subyektivdir. Mənə görə bəlkə istidir, amma mən desəm ki, hava günəşlidir, daha sonra temperatur 20 dərəcədir, küləklidir, amma bu artıq olacaq nə? Obyektiv. Obyektivlikdə informasiya, yəni mənim ötürdüyüm informasiya gerçəkliyə uyğun olmalıdır. Daha sonra isə etibarlılıq xassiyəsi. Etibarlılıq xassiyəsində bunun açar sözü deyir, informasiyalar üst-üstə düşməlidir. İnformasiyalar üst-üstə düşməlidir. Bu nə deməkdir? Hal-hazırda mən sizə informasiyanın xassiyələri mövzusunu izah edirəm. Bunları yazdıram. Mənim bu dediklərimdən hər hansı başqa bir ədəbiyyatda, yəni başqa bir informatikanın qayda kitabında bu dediklərimiz üst-üstə düşürsə, yəni mən burada dediyim tamlıq, adekvatlıq, aktuallıq, anlaşıqlıq, obyektivlik, etibarlılıq varsa və yaxud da aktuallığın hal-hazırda cari zamanda baş verdiyini deyirsə və yaxud da anlaşıqlığın başa düşülən olduğunu deyirsə, obyektivliyin informasiyanın gerçəkliyə uyğun olmalıdır ifadəsini deyirsə, yəni bunu oxşardasa, demək bu informasiya nədir? Etibarlıdır. Yadınızda saxlayın ki, etibarlı informasiyalara aiddir nələr? Etibarlı informasiyalara aiddir düsturlar. Bütün düsturlar etibarlıdır. Çünki bunlar sübutnadır. Sonra təriflər, sübut, tərif, teorem, aksiyon, qayda, qanun və s. Bunların hər biri etibarlıqdır. Yəni mən məsələn mən deyirəm ki, hər bir uşağın təhsil alma hüququ var və yaxud da hər bir uşağın istirahət hüququ var. Bunu deyirəm. İndi mən bunu sübut eləyə bilirəmsə, yəni bunu mən konstitusiyanın qanununda da öz əksini göstərə bilirəmsə, orada həm insana onu təqdim edə bilirəmsə, bu olacaq nə? Bu olacaq etibarlı informasiya. Yəni etibarlı informasiya da yadda saxlayın ki, mən dediyimi sübut eləməliyəm, yəni göstərməliyəm. Məsələn, mən deyirəm ki, testin cavabı A-dır. Mən bunun cavab kartında da, yəni doğru cavablar olan kartda həmin testin nömrəsini tapıb A-nı əgər mən qarşı tərəfə göstərirəmsə, artıq bu etibarlı. Çünki mənim yazdığımdan o cavab kartındakı cavab əgər üstə düşürsə, eynidirsə, demək bu necə informasiyadır? Bu etibarlı informasiyadır. Və yaxud da deyirəm ki, 28 may Respublika gündür. Mən bunu sübutla göstərib təqdim edə bilirəmsə, demək bu etibarlı informasiyadır. Demək informasiyanın 6 dənə xassiyəsi var. Dediyim kimi informasiya xassiyələri çoxdur. Sadəcə olaraq bizdən hələ ki bunlardan 6-sı lazımdır. Bunlar hansıdır? Tamlıq, adekvatlıq, aktuallıq, anlaşıqlıq, obyektivlik və etibarlıq. Əgər sizə çətinlik yaradacaqsa, yadınıza saxlayın. Bax, bir dənə ipucu verim sizə. Siz əzbərləyin alqoritmin xassiyələrini. Alqoritmin 4 dənə xassiyəsi var. Yəni standart olaraq 4 dənədir. Standart olaraq 4 xassiyəsi var. Yəni informasiya xassiyələri dediyim kimi artıra bilərik, yəni çoxdur, amma ki alqoritm xassiyələri 4 dənədir. Hansıdır? 1. Müəyyənlik, 2. Kütləvilik, 3. Diskretlik, 4. Nəticəvilik. Bax, bu 4 dənəni əzbərləsəz, bunları əzbər bilsəz, tam dəqiq bilsəz, testdə bəzən düşür ki, informasiya xassiyələrini seç. Həmişə informasiya xassiyələrini seç deyirsə, alqoritm xassiyələri də onlardan qarışıq formada verir. O zaman siz alqoritm xassiyələrini oradan silsəz, oradan çıxarsaz həmin variantlardan, o zaman yerdə qalanlar hər biri informasiyanın xassiyəsi olacaq. Məsələn, informasiyanın xassiyələrində dəqiqlik də var. Amma ki, testlərə o təsadüfən düşür. Əsas istifadə olunan bunlardır. Daha sonra gəldik informasiya proseslərinə. İnformasiya prosesləri nədir? İnformasiya prosesi, yəni
məndən sizə gələnə zaman informasiya hansı proseslərdən keçir? Bunlar hansıdır? Belə ümumi desək, informasiya prosesləri 4 dənədir. İnformasiyanın qəbul edilməsi və ya toplanması, informasiyanın emalı, informasiyanın saxlanması və informasiyanın ötürülməsi. Yadınızda saxlayın, qəbul etmə ilə ötürülmə bir-biri ilə əlaqəlidir. Yəni, informasiya ötürülməlidir ki, biz onu qəbul edə bilək. Hal-hazırda mən burada informasiyanı ötürənəm. Çünki mən danışıram. Amma siz bunu dinləyən zaman siz olursunuz qəbul etmə. Və yaxud da siz danışanda mən qulaq asıramsa ona, o zaman siz ötürmə olursunuz, mən qəbul etmə. Demək, informasiyanın qəbul edilməsi nədir? İnformasiyanın qəbul edilməsini misal göstərə bilərik ki, dinləmək, ki, müəllimi dinləmək, daha sonra baxmaq, biz baxan zaman da informasiya qəbul edirik. Başqa nə hansıları yaza bilərik? Və yaxud da toxunmaq. Biz toxunan zaman da informasiya alırıq. Məsələn, hər hansı bir geyimi alanda geyimə toxunuruq. Onun materialını müəyyən etmək üçün, sərtdir, yumuşaqdır, onu hiss eləmək üçün nə edirik? Toxunuruq. Toxunmaq və yaxud da başqalarının hamısını misal göstərmək olar. Demək, informasiya qəbul edən zaman bizə informasiya qarşı tərəfdən gəlir. Qəbul etdiyimiz informasiya, yadınızda saxlayın ki, qəbul etdiyimiz informasiyaya qəbul edici. Buna deyirlər qəbul edici. Qəbul edici. Qəbul edici nə deməkdir? Əgər mən hal-hazırda informasiyanı ötürənəm. İnformasiyanı ötürənə deyirik mənbə. Buna deyirik mənbə. Amma informasiyanı qəbul edənə isə deyirik qəbul edici. Hal-hazırda burada mən mənbəyəm, siz isə qəbul edicisiniz. Çünki mən ötürürəm, mən danışıram, mən yazıram, mən göstərirəm. Mən oluram mənbə, yəni ötürmə prosesi məndə gedir. Amma sizdə gedir qəbul etmə prosesi, yəni qəbul edicisiniz. Tutaq ki, ata öz dostuna telefonda səs atdı. Bu nə deməkdir? Burada mənbə nə olacaq? Burada ötürülmə atadır. Çünki səsi atan kimdir? Atadır. Amma dostu da nədir? Dostu orada qəbul edicidir. Və yaxud da ata olacaq mənbə, onun dostu da olacaq nə? Qəbul edici. Sonra gəldik emal prosesinə. Emal prosesi nə deməkdir? Belə başa düşün ki, qəbul edilən informasiyalar emal prosesinə gedir. Emal prosesi əgər olmazsa, o saxlama prosesinə gedib çata bilmir. Emal prosesinə nə deməkdir? Hal-hazırda mənim dediyim nümunələrin çoxunu siz bəlkə fikrinizdə canlandırdınız. Mən nə dedimsə onu canlandırdınız. Onu canlandıran zaman siz onu nə edirsiniz? Emal edirsiniz. Emal etmək təkcə canlandırmaq deyil. İnformasiya emal etməyə misal göstərə bilərik ki, nə isə həll etmək. Həll edirik, hələ iş gedir. Emal prosesini yadınızda saxlayın ki, iş hələ gedir, iş hələ bitməyib. Həll etmək, daha sonra şəkil çəkmək, hələ bir şəkli çəkmişik, çəkirik, hələ bitməyib. Bitən zaman saxlamaq olur, amma şəkil çəkilir axı, hələ proses gedir. Əgər proses gedirsə, o zaman olacaq emal prosesi. Saxlama, məsələn, və yaxud da yazır. Bu nədir? Bunlar emal prosesidir. Emal prosesinə yadınızda saxlayın ki, emal prosesində 2 dənə yeni informasiya yaranır. Demək, emal prosesində 2 hal baş verir. Birinci yeni informasiya, bir də ki, informasiyanın formasını dəyişmək. Yəni, emal nəticəsində bizdə yeni informasiya da yarana bilər. Yəni, əvvəldən məlum deyildi. Yəni, emaldan qabaq o bizdə yox idi. Biz onu bilmirdik. Emal prosesi bitəndən sonra artıq biz onu öyrəndik. Məsələn, misal həll etmək, test həll etmək. Məsələn, testi həll etməmişdən qabaq biz testin cavabını bilirdikmi? Xeyr, bilmirdik. Bunun üçün nə edirik? Bunun üçün birinci biz testi oxuyuruq. Testi oxuyan zaman biz informasiyanı qəbul etmə prosesini yerinə yetiririk. Daha sonra başlayırıq həmin testi fikirləşməyə, həmin tapşırığı fikirləşməyə. Fikirləşirik, hər hansı bir düsturdan, qaydadan filan istifadə edirik. Bu olacaq informasiyanın emal prosesi. Çünki üzərində iş gedir. Artıq biz cavabı tapmışıqsa, o tapdığımız cavab artıq olur yeni informasiya. Çünki əvvəldən məlum deyildi. Məsələn, yeni informasiya misal nəyə göstərə bilərik? Məsələn, yeni informasiya misal göstərə bilərik. Misal həll etmək və yaxud da cinayətin tapılması, arxeoloji proseslər, arxeoloqların apardığı bütün proseslər, bütün işlər hamısı emal nəticəsində yeni informasiyanın yaranmasıdır. Başqa nə deyə bilərik? Məsələn, xəstəyə qoyulan diaqnoz, çünki əvvəldən xəstəliyinin səbəbi, diaqnozu məlum deyildi. Həkimlərin səyi nəticəsində artıq nə oldu? Müəyyən proseslər getdi, müayinə olundu, müəyyən
cihazlardan keçdi və bunun səbəbindən həkim nə etdi? Həmin xəstənin diaqnozunu müəyyən elədi. Bu zaman o müəyyən edilənə qədər olan gedən o proseslər hamısı emal prosesidir. Amma məlum oldusa, artıq bu nədir? Bu emal nəticəsində yeni informasiyanın yaranmasıdır. Bir də var informasiyanın formasının dəyişməsi, yəni emal nəticəsində informasiyanın formasını dəyişmək. Emal nəticəsində informasiyanın formasını dəyişməyə misal göstərə bilərik tərcüməni. Məsələn, tərcümə olunan bütün mətnlərdə informasiyanın forması dəyişib. Emal gedib, bəli biz onu tərcümə eləmişik, amma ki yeni informasiya yaranmayıb. Sadəcə tutaq ki ingilis dilində idi mətn, biz onu çevirdik Azərbaycan dilində. Mənalar eynidir, sadəcə olaraq təqdim etmə formaları fərqlidir, bir dillər fərqlidir. Amma ki belə oxuyanda, tərcümə eləyəndə ikisinin də mənası eynidir, ikisində də eyni mənanı daşıyır. Daha sonra gəldik informasiyanın saxlanmasına. İnformasiyanın saxlanması nədir? İnformasiyanın saxlanması emal nəticəsində saxlamaqdır. İnformasiyanın saxlanmasına misal nəyə yazıb göstərə bilər? Məsəl üçün, deyirik ki, Ayşə tapşırığı yazdı. Yazdı varsa artıq saxladı. Və yaxud da çəkdi. Şəkil çəkdi. Artıq iş bitdi. Şəkil çəkir, emaldır. Şəkil çəkdi. Artıq çəkib qutarıbsa, artıq çəkdiyi şəkil nərdədir? Kağızdadır, lövhədədir, hər hansı bir yerdədir. Bu zaman artıq informasiya saxlandı. Daha sonra gəldik ötürmə prosesinə. Ötürmə prosesi əvvəldən biraz məlumat vermişdik. Ötürmə prosesinə nə demişdik? Demişdik ki, ötürmə prosesi informasiyanı qəbul etmə prosesinə əlaqəlidir. Ötürmə prosesi nə deyə bilərik? Danışır, göstərir, elan edir. Başqa nələr yazmaq olar? Məsələn, biz danışan zaman informasiya ötürürük. Nəyisə göstərən zaman informasiya ötürürük. Elan, tutaq ki, televizorda, xəbərlərdə sabah tutaq ki, iş olmadığını elan elədilər. Bu zaman informasiya nə oldu? Ötürüldü. İnformasiya ötürülən zaman informasiya ötürən tərəf olur mənbə, informasiyanı biz əgər qəbul ediriksə, qəbul edən tərəf də olur qəbul edici. Bunların hər birini artırmaq mümkündür. Yəni, bunları artıra bilərsiniz. Yeni bir ümumi keçək üstündən informasiya prosesləri 4-dən oldu. İnformasiyanın qəbul edilməsi və toplanması, informasiyanın emalı, informasiyanın saxlanması və informasiyanın ötürülməsi. Daha sonra gəldik verilən informasiya bilik. Bunlar nə deməkdir? Yadınızda saxlayın ki, verilən mənasının olub olmaması önəmli deyil. Mənasının olub olmamasının önəmi yoxdur. Sərgəli yazaq. Önəmi yoxdur. Bir də yada saxlayın ki, kompüterdə olan hər bir informasiyalar veriləndir. Kompüterdə olan informasiyalar veriləndir. Yəni, kompüter heç bir informasiyanı başa düşmür. Tutaq ki, mən kompüterə video yüklədim. Məsələn, bu videonu çəkəcəm, saxlayacam kompüterdə. Kompüter onu verilən kimi başa düşür. Kompüter onu açıb içini baxmayacaq, oxumayacaq, nə də öyrənməyəcək. Heç bir şey başa düşmür. Kompüterdə olan, telefonda olan, cihazlarımızda olan bütün informasiyalar hamısı nədir? Veriləndir. Məsələn, verilən informasiya yaza bilərəm ki, tutaq ki, X. Bu nə deməkdir? Bu dəyişən olaraq X-dır, hərf olaraq X-dır, yəni nə olduğunu və yaxud da stop deməkdir, olmaz. Gör nə qədər mənası var. Amma dəqiq mənasının olub-olmamağı önəmli deyil. Gəldik informasiya. İnformasiya isə artıq mənası olan veriləndir. Artıq bunun müəyyən qədər mənası var. Mənası olan veriləndir. Məsələn, yazaram ki, X bərabərdir 3. Artıq bu nə demək? Yəni, X-in qiyməti 3-dür. Artıq bunun müəyyən qədər mənası var ki, X-in qiyməti 3-dür. Biliyi isə mürəkkəb informasiyadır. Nəticə çıxara biləcəyimiz informasiyadır. Nəticə çıxara biləcəyimiz informasiyadır. Bu nədir? Məsələn, buraya yazmışam ki, X üstə gəl 4.
Mən burada x-in qiyməti 3 olduğunu vermişəm axı. Burada da qeyd etmişəm x üstəgəl 4. Bu nə deməkdir? Yəni əgər x-in qiyməti 3-dürsə, o zaman x üstəgəl 4 nəyə bərabərdir? 3 üstəgəlsin 4, bu da eləyəcək 7. Artıq mən nə etdim? X-in 3 qiymətindən nəticə çıxartdım. Gətirib x-in qiymətini qoydum ifadədə yerinə və cavabın 7 olduğunu tapdım. Və yaxud da başqa bir misal göstərək. Tutaq ki, uşaq məktəbə gedən zaman pəncərədən yağışın yağdığını gördü və buna görə də çətirini götürdü. Artıq onun çətir götürməsi bilikdir. Çünki artıq yağışın yağdığını görübsə və başa düşdü ki, yağış yağan zaman o islana bilər və bunun nəticəsində o nə edir? Özü ilə çətir götürdü. Və yaxud da belə başqa bir misal göstərə bilərik ki, tutaq ki, sinifdə şagirdin biri maska ilə əyləşmişdi, tibbi maska ilə əyləşmişdi. Səbəbini soruşanda ki, niyə maskanı əyləşmirsən? O deyir ki, mən xəstəyəm və xəstə olduğuma görə digər sinif yoldaşlarıma bu xəstəlik keçməsin deyə maskadan istifadə etmişəm. Demək, şagirdin maskadan istifadə etməsi, o artıq başa düşür və bilir ki, xəstəlik sinif yoldaşlarına keçə bilər və onun da nəticəsində o maskadan istifadə edib. Bu da bilikdir. Yəni, bilikdə biz bildiklərimizdən artıq nəticə çıxardırıq. Ümumi baxaq. Ümumi baxsaq demək biz nə öyrəndik? Biz öyrəndik informasiyanın növlərini, informasiyanı təqdim etmə formalarını, informasiyanın xassiyələrini, informasiya proseslərini, verilən bilik və informasiya. Alqoritm növlərini də öyrənsək çox yaxşı olar ki, informasiyanın xassiyələrini ayırd eləmək üçün ən rahat metoddur ki, alqoritmin xassiyələri 4 dənədir, sabitdir, dəyişmir, onları bilmək məqsədə uyğundur. Ümidvaram ki, bu videoya baxan zaman informasiya və informasiya prosesləri, yəni birinci mövzunu tam şəkildə başa düşmüsünüz. Sağ olun, inşallah gələn mövzuda görüşərik.